Ümumən oyunu biraz dəyərləndirmək çətindir. 3-0 məğlub olmuşuq. Hardasa elə deyək 6-ya yaxın idi ki, Haydukda əlavə vaxtda vurulan qolu saymasaq məğlub olmurduq. Son dəfə Qarabağa 29-cu turda məğlub olmuşduq və nə vaxtsa məğlub olacağımız aydın məsələ idi, amma bu şəkildə istəməzdi məğlub olaq. Çünki düşünürəm bizə yaraşan şəkildə məğlubiyyət olmadı. Əsas oyunun qırılma nöqtəsi birinci hissənin son dəqiqələri idi ki, 3-4 dəqiqədə üst-üstə 2 qol buraxdıq ki, artıq səfərdə Sabah kimi komanda ilə bunu dəyişmək çox çətin olur. Cəhd elədi ikinci hissədə daha yaxşı oyun keçirdi düşünürəm. Amma yenə də texnik bir səhvdən sonra rəqib əks hücumda bizi cəzalandırdı. İndi tez bir zamanda, necə ki qələbə qazananda biz çalışırıq ki, tez unudaq növbəti oyuna köçülənə. Həmçində bu məğlubiyyətdə də eyni reaksiyanı verməliyik. Artıq bu oyun geridə qaldı. Səhvlərimizi təhlil edib, nəticə çıxardıb növbəti oyuna hazırlaşmalıyıq. Sual var. Biz məğlub olmurduk, amma eyni zamanda da son vaxtda belə zəif oyunlar Bəli. Tamamilə doğrudur. Bu il ən zəif oyunlarımızdan birini keçirdik. Bəhanə kimi olmasın, 6-7 dənə aparıcı oyunçunun olmamasını sığortalamaq bizim kimi komanda üçün çox çətindir. Yəni 1-2 ola bilər, amma artıq 6-7 əksəriyyətin oyunçusunu itirmək birdən-birə yerlərini doldurmaq çətin olur. Yəni lüboy bir oyunçu, 2 oyunçunu itirdikdə onun yerinə kimsə çıxır, oynayır, amma birdən-birə 5-6 futbolçu oyun ritmində olmayan 5-6 futbolçu meydana çıxanda artıq o boşluğu doldurmaq çox çətin olur. Və o da açıq-aşkar çalışdıq. Hazırlığımızda da son bizim üçün gözlənilməz İsmaillə Ceyhunun itkisi oldu. Çalışırdıq ki, hələ onacan olan itkiləri həll eləyək, boşluqları dolduraq, amma əlavə o itki də bizi tamamən bitirdi. Və o yüzden bu günlərdə oyunda hiss olunurdu. Günah xeyir. Rəşad milli komandanın son oyununda Şahidi Məhmədəliyev cəzalandırılmaq üçündür və belə halda diqqətlər yönəlir Aydın Bayramov və Rıza Cəfərovun üzərinə. Qarşıdakı oyunlarda planlarınız varmı ki, Aydın Bayramova şans verəsiniz? Var elə bir planımız, amma indi son qərarı oyuna yaxın və həftə içi məşqlərdən sonra verəcəyik.